Dünyanın hər şeyi belədir, bilirsiniz. Dostlar bax belədir, övladlar belədir, ata-ana belədir. Hamıya baxanda deyirəm, mən ayrılacam bundan. Ayrılıq bu dünyanın taleyidir. Ayrılacam bundan. Mən gəlmişəm bir müddət bunlarla yaşayayım, bunlarla imtihan olunum, sonra bunları qoyum gedim. O baxışdan bax. Onda özümüzü yaxşı aparacaq, düz aparacaq. Sənə belə bir övlad verib, ona başqa cür övlad verib, sənə belə bir övlad verib ki, görürsün ki, belə bir övladla necə rəftar edəcəksən. Sənə belə bir həyat yoldaşı verib, ona başqa cür. Sənə bu həyat yoldaşını verib ki, görsün sən bununla necə rəftar edəcəksən, o digəri ilə necə rəftar edəcək. Ancaq imtihan olunmağa gəlmişik. Hər şeyə bu şəkildə baxmalısan. Dost, ətraf, övlad, həyat yoldaşı, ata, ana, hamısı imtihan vasitələridir.